Çempionlar Liqasında uğursuz bir gecə. Qarabağ Napoliyə, Galatasaray isə Uniona məğlub oldu. Siz kanalımıza abunə olun. Biz isə hər iki maçın qısa post-maç analizinə keçək. Belli ki, əlbəttə ki, əsas prioritetimiz Qarabağdır. Biz başa düşməyə çalışaq ki, nəyə görə Qarabağ daha bir Atletik Bilbao oyununa oxşar bir stildə məğlubiyyət aldı. Əslində Opta'nın verdiyi statistikaya arxalansaq, hardasa Napolinin yaratdığı XG Bilbao'nun XG-sinə çox yaxın oldu. 3.44, 3.47-yə qarşı. Oyun stili olaraq da komandalar bir növ hardasa bir-birinin oxşarı idi. Lakin Atletik Bilbao maçından fərqli olaraq burada bizim heç ümid yerimiz də qalmadı. Nə oyun əvvəlində, nə də ki sonradan hesab 2-0 olduqdan sonra oyuna geri qayıtmaq şansları ilə bağlı. Gəlin indi başa düşməyə çalışaq ki, niyə Qarabağ belə ssenarili oyunlarda uğursuzluğa uğrayır və bunun qarşısını Qurban Qurbanov nə iləsə ala bilərmi? Ondan öncə Napolinin build-up'u dünənki maçda çox maraqlı idi. Birinci olaraq Antonio Conte özünün sevdiyi üçlü müdafiə taktikasına geri qayıtdı. Amma bu dəfə üçlüyə geri qayıtmağın əsas səbəbi oyundan sonra özündə dediyi kimi Spinazzolanın da bu maçda forma geyməməsi oldu. Komanda hücumda build-up fazasında olduqca maraqlı bir gediş-gəl atırdı. Gördüyümüz kimi mərkəzdə Rasmus Højlund idi, solda Nolan idi, sağda isə David Neres idi. Amma David Neres həm sağ cinah, həm də ki sol cinah winger mövqeyində oynayır və onun ana mövqeyi sol cinah winger idi. Maraqlı gediş nədən ibarət idi ki, sol cinah yüklənməsini məhz David Neres'in tez-tez sağdan sola keçməsi ilə reallaşdırırdı və Giovanni Di Lorenzo isə bütün sağ cinahı özü əhatə edirdi. Gəlin yenə də Opta'nın təqdim etdiyi pasların xəritəsinə baxaq və bu pas xəritəsindən Giovanni Di Lorenzo'nun nə qədər məsafə əhatə etdiyini, bir növ adətən Spinazzola olan sol cinahda etdiyini bugün sağda Giovanni uğurlu şəkildə reallaşdırdı. Lakin maraqlı gediş ondan ibarətdir ki, komandanın əslində qələbəsinin təməli məhz ortada qazanılan qələbə və ya orta sahədə Qarabağın məğlubiyyəti müəyyənləşdirdi. Xatırlayırsa biz hələ oyunun analizində demişdik ki, Lobotka komandanın bir növ metronomudur, komandanın beynidir. Baxın Lobotkanın pas xəritəsinə. Lobotka cəmi 4 yanlış pas atdı. Onların biri uzun pas olduğuna görə belə demək olar ki, oradakı yanlışlığı başa düşmək olar. Burada da biz Qarabağın problemlərindən danışacağıq ki, hansılar ki, məncə Lobotkanın əlini ümumiyyətlə tamamilə açdı və onun belə rahat oynamasına gətirib çıxardı. Əbəs yerə deyil ki, baxın, daha bir xəritədə biz komandaların hansı cinahdan hücum etdiklərini görürük və biz görürük ki, komandanın hardasa təhlükəli epizodların yarısı məhz mərkəzdən Lobotkanın diktəsi ilə baş vermişdi. Digər yandan isə əlbəttə ki, Andrade də özünə xarakterik olmayan uğursuz bir saat keçirdi meydanda. Çünki Andrade həmişə bir saat oynayır və sağ cinahdan Qarabağ ümumiyyətlə heç bir epizod rəqibi qapısında yarada bilmədi. Bunun səbəbi rəqibin onu neytrallaşdırmağından əlavə ümumiyyətlə o deyil əslində. Çünki rəqib bütün meydan perimetri boyu buna cəhd edirdi. Amma sadəcə Andrade'nin günü olmadı. Futbolda bu tez-tez baş verir. Və daha iki vacib hadisə baş verdi oyunda. Birinci olaraq Qarabağ qollarını Medina'nın zədələnməsindən sonra buraxdı. İkinci, amma bizim fikrimcə bu oyun ssenarisi sınanmadı. 65-ci dəqiqədə Qarabağ qapısından qol buraxır, amma ondan 2 dəqiqə öncə Sam Bukemo üçlünün, Napolinin üçlüsünün mərkəzinin solunda olan müdafiəçi meydandan çıxır. Onun yerinə Politano meydana girir və Napoli dördlü müdafiəyə geri dönür. Hardasa komandanın taktikası 4-3 hücuma meyilli olur. Amma çox təəssüflər olsun ki, bizim komandamız Qarabağ həmən kornerdən qol buraxır və biz Antonio Conte'nin bu hücuma meyləsində, çünki 4-3 olsa da bununla da Napoli bir növ 4-2-4 və ya 4-2-3-1 taktikasına keçmiş olurdu. Onun necə işləyəcəyini görə bilərdik, amma qismət olmadı. Digər tərəfdən əlbəttə ki, Medina'nın yoxluğu olduqca vacib bir itki idi. Çünki Medina təkcə müdafiə planlı hərəkətləri ilə seçilmirdi. Baxın, Medina maç ərzində bütün müdafiə meyilli hərəkətlərin hamısında uğurla qalib gəlmişdi. Xəritədən gördüyümüz kimi. Digər tərəfdən isə Medina bu maçda Qarabağın hücuma meyilli futbolunu, belə build-up'ın ball carrying elementi var. Yəni topu özünlə yuxarı aparmaq. Medina o elementdə 6 dəfə buna cəhd etmişdi və 5-də uğur qazanmışdı. Əlbəttə ki, Medina yoxluğundan onsuz da hücum qurmaq baxımından, yəni build-up'da problem yaşayan Qarabağın işləri daha da çətinləşdi. Digər tərəfdən isə müdafiə bir qədər Napolinin təzyiqinə onsuz da qol gəlirdi, belə deyək, və Medina yoxluğu da bu qolu daha da sürətləndirdi. Lakin mən diqqətimi başqa iki metrikə yönəltmək istəyirəm. Hansıların haqqındakı biz geniş danışacağıq. Bizim planımız var ki, Azərbaycan çempionatına qış fasiləsinə dekabrın 20-sindən çıxandan sonra
həm də ki Çempionlar Liqası Ajax maçından sonra Qarabağla bağlı ayrıca geniş bir analiz videosu edək və həmin videoda Qarabağın, Qurban Qurbanovun komandanı necə işlətdiyini, necə oynatdığını göstərməklə yanaşı eyni zamanda komandada işləməyən elementləri də vurğulayacağıq və o elementlərdən biri ən asan şəkildə, bariz şəkildə gözə girəni əlbəttə ki Qarabağın topsuz oyunudur. Çünki Qarabağ topsuz oyunda ciddi rəqibə qarşı, yəni top komandaya qarşı çox aciz qalır. Bunu da mən sizə 2 metriklə göstərmək istəyirəm konkret Napoli oyunundan. Baxın, bu PPDA idi. PPDA xatırlayırsınızsa mənası pass per defensive action, yəni normal Azərbaycan dilində bunu desək, rəqib sənə nə qədər pas atmağa imkan verir ki, səni pressingə məruz qoysun. Və bu göstəricidə, məsələn, Qarabağla Napoliyə baxın, arada uçurum qədər fərq var. Qarabağ Napoli 37 pas yarım icazə verirdi ki, komandanı təzyiq altına qoysun, komandanı topu almağa cəhd etsin. Digər tərəfdən isə folların sayına baxdıqda Napoli qaydaları 18 dəfə, Qarabağ isə 6 dəfə pozub. Yəni 37.5 PPDA və 6 dəfə qayda pozmaq o deməkdir ki, Qarabağın müdafiəsi inanılmaz statik və passiv idi və rəqibə istədiyi kimi build-up eləməyə imkan verirdi. Ona görə də Lobotka meydanın mərkəzində istədiyi şəkildə oyunu idarə edirdi. Ona görə də Scott McTominay bizim cərimə meydançamıza istədiyi kimi girirdi. Ona görə də David Neres və Lang rahat şəkildə bir-birinə kombinə edirdi və Giovanni Di Lorenzo təzyiq olmadan bizim komandanın müdafiəsini yarmağa cəhd edirdi. Və adi azərkeş gözlərindən baxanda belə bir ifadə var da, elə hiss edirdi ki, elə bir rəqib bizdən say çoxluğunda oynayır. Çünki Qarabağ hücuma keçməyə çalışanda Napoli öz ortasını artıq betonlayırdı. Amma daima Qarabağın müdafiəsini təzyiq altında saxlayırdı. Elə bil və daima da müdafiəni açırdı, aralayırdı və təhlükəli epizodlar yaradırdı və bunun futbol dilində, analitika dilində izahı əlbəttə ki, həm passiv müdafiə, həm də ki PPDA-dən asılıdır. Çünki Napoli topu itirən kimi inanılmaz pressingə keçirdi və komanda meydanın hər yerində görünürdü. Qarabağ isə rəqibi kifayət qədər, hətta meydanın özünə aid olan hissəsinə 1/3-nə qədər gəlməyə rahat şəkildə imkan verirdi ki, bu da Napolinin işini həddindən çox asanlaşdırdı və nəticədə təəssüf olsun ki, hesab bizim xeyrimizdə olmadı. Amma ədalət naminə deyək ki, əgər Koxalski olmasaydı, maçın nəticəsi daha da böyük ola bilərdi. Nəzərə alsaq ki, Qarabağın play-off şansları realdır, hələ də qalır və növbəti Ajax oyunu evdə bəlkə də bütün turnirin ən vacib oyunu olacaq. Çünki həmin maçı qələbə qazanırıqsa, sonrakı Eintracht maçından da qazanılacaq bir xal və ya qazanılmayacaq xal sonda bizi play-off'un o həndəvərinə apara bilər. Orada da top fərqi çox böyük bir rol oynayacaq. Digər tərəfdən bunun həll yolları necə ola bilər? Biz həmin o edəcəyimiz Qarabağ videoda onun haqqında spekulativ, geniş analiz edəcəyik. Qısa şəkildə demək olar ki, variantlardan biri ola bilər ki, oyunun müəyyən hissələrində avtobus parkovka etmək. Digər metod isə və biz bunu indi Galatasaray Union maçında, Union'un oyun taktikasında göstərəcəyik ki, komanda meydanın mərkəzində aktiv, aqressiv man marking və ya zonal marking əl ata bilər. Nəticədə misal üçün əgər Lobotka ilə McTominay'nin əlləri bağlanardısa, onlar çətinlik çəkərdisə və ya hansısa cinaha ciddi təzyiq olardısa, Napolinin hücum oyunu bir növ hücum kəsəri bir qədər azalardı və Napoli bir qədər çox vaxt sərf etməyə çalışardı ki, Qarabağın müdafiəsini yarsın və hücum dalğası qapımıza gəlməzdi. Həm də bu nəyə kömək eləyərdi ki, məsələn bu maçda Addayi 8, Yankovic 7 dəfə top itirdi. Məntiqlə Pep Guardiola folu deyilən bir ifadə var. Harda ki, sənin komandan hücumun build-up fazasında top itirirsə, əgər bu rəqibin cərimə meydançasında deyilsə, həmən qısa fol olunur. Qısa fol buna xidmət edir ki, rəqibin əks hücum ritmini, hücum tempini öldürsün. Lakin bu halların heç birində 15 dəfə hər iki oyunçu top itirdi və cəmi 2 halda qayda pozuntusuna Qarabağ yol verdi və günün sonunda da ki, təəssüf olsun ki, bu Napolinin işini xeyli asanlaşdırdı. Lakin ümid elə etməyib, Qarabağın 7 xalı var və Ajaxla növbəti maçda qazanılacaq 3 xal hər şeyi öz yerinə qoyacaq. Amma arqument xətrinə gəlin qısaca Galatasaray Union maçından da danışaq. Həmin oyunda Türk komandası üçün gözlənilmədən uğursuz keçdi. Əlbəttə ki, burada da baxın hansı metoddan Qarabağ istifadə edə bilər sualını versək, burada Union'un gənc və yeni məşqçisi David Hubert bu suala cavab verdi. Mən həmin bayaqki metriki nəzərdə tuturam, PPDA-yı, amma PPDA-dən keçməmişdən qabaq əlbəttə gəlin oyunun XG-sinə baxaq. Gördüyümüz kimi klassik bərabər hesablı oyundur, hansı ki məntiqlə əgər belə deyək, analitika dilində bərabərə bitməli idi və ya hər hansı bir komanda bir top fərqi ilə qələbə qazanmalı idi. Amma Union Qalatasarayın həyatını harda çətinləşdirdi? Gəlin indi həmin o PPDA xəritəsinə baxaq və başa düşməyə çalışaq ki, Union'un özəlliyi, əməyi nədən ibarət idi? Baxın, burada Qalatasarayın pressingi 6.1 idi. Yəni Qalatasaray rəqibi 6 pasa icazə verirdi pressing etməmişdən qabaq. Union'da bu hardasa 2 qat artıq rəqəm idi. Amma Qarabağdan fərqli olaraq o qədər də fatal
rəqəm deyildi. Müqayisə üçün deyim ki, top elitar pressing edən komandalar və bu həmişə top komanda demək deyil. Adətən 6-10 arası PPC-yə imkan verirlər. Ortada olan komandalar situativ reaksiya verərək bu rəqəmi hardasa 10, 15, 17 arası edirlər. Amma əgər bu rəqəm 25-dən çoxsa, deməli komanda həddindən artıq statik şəkildə müdafiə olunur və Unionda bu rəqəm 12.5 idi. Bu o deməkdir ki, Union kifayət qədər Qalatasarayın həyatını çətinliyə salırdı. Və indi gəlin bir də həmin o PPC xəritəsinə baxaq. Baxın, bütün oyun boyu intensiv pressing edən Qalatasaray biz artıq spekulativ də deyə bilmərik. Nəyəsə görə ikinci hissənin əvvəlində pressing cəhətdən iflasa uğrayır. Yəni komandanın bu göstəricisi 37-yə düşür, hansı ki bu hətta Qarabağın Napoli ilə oyun göstəricisidir. Və iki cəhətdən tapmağa çalışan ki, Qalatasaray Uniondan nə vaxt qolu buraxır. Bəli, bu qol 57-ci dəqiqədə vurulur. Yenə də səbəbini ancaq Okan Buruk bilir. Oyundan sonraki intervyusuna baxdıq, o sual ona verən olmadı. Çünki bu PPDA xəritəsi adətən analitik kanallarda oyundan 3-4 saat sonra olur. Anında bunu görmək mümkün deyil. Amma yenə də mən sizə əlaqəni göstərmək istəyirəm. Bunun əsas səbəblərindən biri Hubertin individual pressing taktikasıdır. Əgər indi biz Unionun taktikasına qayıtsaq, baxın biz demişdik ki, Lobotkanın əli açıq idi. Lobotka istədiyi kimi oynayırdı. Lakin Lobotkanın hardasa funksiyalarını yerinə yetirən Torreira ilə İlkay Gündağanı Unionun mərkəz yarım müdafiəçiləri intensiv personal markinqlə tuturdular və onun nəticəsində də İlkay Gündağan yaxşı oyunçudur, adam intellektualdır, yəni o futbol beyni mükəmməldir, amma intensiv pressing altında əzilir. Əbəs yerə deyil ki, adam İngiltərə Premyer Liqasında artıq rəqabətçi səviyyədə deyil. Çünki burada düşünmək üçün adama vaxta ehtiyac var, top ayağında olanda sənin vaxtın olmalıdır. Union isə o vaxtdan komandanı məhrum etdi. Digər tərəfdən isə Lemina'nın yoxluğu da özünü göstərdi. Çünki belə oyunlarda həmin personal pressingin qarşısını Lemina faktoru ala bilərdi. Lemina əgər Kevin Medina müdafiə ilə orta xətti birləşdirsə, Lemina orta ilə hücum xəttini yaxşı birləşdirir. Qalatasarayda bu element yox idi. Amma əlbəttə ki, otaqda fil var, o fildə Osimhenin yoxluğu idi. Mən bir xəritə göstərmək istəyirəm sizə, amma onu da izah etmək istəyirəm ki, burada Icardi'nin problemləri, Icardi'nin özündə olması ilə yanaşı, həm də Unionun ağıllı pressingi, man markingi ortada, plus Lemina'nın yoxluğundan əmələ gəlirdi. Gördüyümüz kimi solda Icardi'nin dünənki oyundakı xəritəsidir. Bunun solunda action on field, yəni meydanda olan hərəkətlər, udan və uduzulan toplar. Sağda isə paslar idi, dəqiq pas, açar pas və qeyri-dəqiq paslar. Sağda isə eyni analoji metriklər Osimhenə aid. Osimhenin Buda Glimtlə matçı idi. Çünki Buda Glimt də hardasa Union kimi müdafiədən oyuna çıxmağı sevən, yəni pasla çıxmağı sevən bir komandadır. Fikir verdinizsə Union haşiyə çıxaraq onu deyim ki, birinci hissənin ilk 35 dəqiqəsində pasla çıxmağa cəhd etdi, amma sonradan bunun başını buraxaraq uzun toplarla Qalatasarayı cəzalandırmağa çalışdı və bunda hardasa müvəffəq oldu. Çünki ən azı Qalatasarayın birinci təzyiq xəttindən özünü, daha doğrusu burada göstərək, Qalatasarayın birinci təzyiq xəttindən özünün canını qurtarmış oldu. Bu nə deməkdir? Baxın, Icardi etdiyi hərəkətlərin hardasa 40%-ni özünün zonasında, yəni öz meydançasının özünə aid olan hissəsində etməli olmuşdu. Bu da həm Icardi'ni zərərsizləşdirirdi. Çünki bu anda nə baş verir? Əgər Icardi burada çox vaxt keçirirsə, adamın effektiv olduğu tək zona, 14 nömrəli zona və ya rəqib cərimə meydançasına gec girir. Nəzərə alsaq ki, Osimhendən fərqli olaraq Icardi'nin sürəti də aşağıdır. Yəni uzun toplarda Icardi işləmirdi. Çünki Icardi Osimhen kimi iki müdafiəçinin arxasından girib özünə təhlükəli vəziyyət yaratmaq bacarığına malik deyil. Digər tərəfdən isə Icardi'nin özünün də pressingə aktiv qoşulmamağın nəticəsində Galatasaray pressinqə hardasa 25 metrdən başlayırdı. Ona görə də hələ elə PPC mükəmməldir, yuxarıdır. Amma bir var ki, Buda Glimt'in olduğu kimi həmən qapıçı ilə iki mərkəz müdafiəçinin arasına girib pressinqə başlayasan. Bir də var biraz yuxarıdan pressinqə başlayasan. Biraz yuxarıdan da pressinqə başlayanda əlbəttə ki, bu o qədər də öz effektini vermir. Çünki rəqib burada top itirsə, hələ bir müdafiənin bir səhvi var. Amma rəqib burada top itirəndə sadəcə olaraq gedin Buda Glimt'ə vurulan 3 qolun ikisinin necə vurulduğunu baxın. Yəni məncə cavab çox sadədir. Son bir məqam, əlbəttə ki, bu yenə də spekulativdir. Nə əcəb Barış Alper yanlış 9 nömrəli mövqeyində oynamadı. Bizim Okan Buruk'un müdafiəsinə olaraq yeganə arqumentimiz ondan ibarət ola bilər ki, adətən yanlış 9 nömrə olanda hər iki cinah aktiv şəkildə, intensiv şəkildə içəri girməlidir. Əgər Sané bunu bacarırsa, sol cinahda onda bunu kim edərdi? İkinci, amma deyərdim hətta daha vacib səbəb ondan ibarətdir ki, adətən yanlış 9 nömrənin yaxşı eksploatasiya edə biləcəyi rəqib 4-lü müdafiə oynayan komandadır. Hansında ki, 2 mərkəz müdafiəçisi var. 3 mərkəz müdafiəçisində daha mürəkkəb mexanizmlər lazımdır ki, yanlış 9 nömrə işləsin və ya 2 hücumçu lazımdır ki, biri yanlış 9 nömrə funksiyasını yerinə yetirib, o isə ikinci özünə diqqət cəlb etsin və ya ikinci hücumçu içəri girsin. Bunların heç biri Galatasarayda cilalanmadığına görə, ancaq
ancaq spekulyasiya olaraq qalacaq. Yekun nəticədə hər şey hələ də Qalatasarayın əlindədir. Necə ki Qarabağın əlindədir. Növbəti maçda Qalatasarayın rəqibi bu arada Unionun bu mövsüm məşqçisi kimi başlamış, amma sonradan Union tərk edib Monacoya getmiş Pocognoli'nin komandasıdır. Qarabağın isə qarşısında Ajax imtahanı olacaq, hansından ki üzü ağ çıxmaq çox vacibdir. Sizin fikrincə hər iki komandanın məğlubiyyətinin əsas səbəbi nə idi? Öz fikirlərinizi şərhlər bölməsində bildirin. Əgər videonu bəyəndinizsə, əlbəttə ki like düyməsini sıxın və kanalımıza abunə olun ki, belə videolar buraxmayaq.